Aprelin 2-də Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının əməkdar idman ustası, Azərbaycan Respublikasının idman ustası dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycan Respublikasının dövlət himni 12 ölkədə səsləndirilib. Belə ki, idmançılarımız bu dövrdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar. Daha sonra qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələr barədə məlumat veriblər. Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.